dostlar, Mage baxırsınız. Bayramı artıq qeyd etsək də, Novruz həftəsi hələ davam edir. Bizim də silsilə Novruz buraxılışlarımız həmçinin. Bugün isə Novruz süfrəsindən danışacağıq. Gözünüz bizdə olsun. Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov qonağımızdır. Tahir bəy, xoş gəlmisiniz. Xoş gördük. Bugün Novruz süfrəsindən danışacağıq. Gəlin əvvəlcə ondan başlayaq ki, Novruz süfrəsi ümumiyyətlə sadəcə yeməklərdən ibarət deyil də, bu bizim formalaşmış ənənələrimizdir. Novruz süfrəsində süfrəyə düzdüyümüz təamların tarixindən, fəlsəfəsindən danışaq biraz. Bu paxlava, şəkərbura bunlar saray mətbəxinin nümunələridir. Kəndlərdə daha çox amma qat-qat, mütləq qatlama, fəsəli, belə şeylər bişirilirdi. Amma saray mətbəxindən gəlmə, bizim üçün ki, mürəkkəb şeylər saraylarda yaranır və bunlar yaradıldı. Bunların da öz mənası var. Paxlava yenidən doğulmaq əmələ gəlməz qadınlıq simvoludur. Kainatın qadınlığıdır. Oradan insan doğulur. Ona görə də o stilləşdirilmiş formada paxlavanın ortasında da görürsünüz, bir göz kimi ortaya da bir fındıq qoz qoyurlar. Bu qadınlığı ifadə edir. Və yadınızdadırsa, cənab prezident çox gözəl bundan, görünür çox gözəl bilir və bundan istifadə elədi. 44 günlük müharibədən sonra Şuşaya gedəndə birinci çayla nə içdi? O başqa şeydən də eləyə bilərdi. Bütün dünya mesaj verdi ki, biz yenidən doğuluruq. Azərbaycan bütövləşir, yeni Azərbaycandır və biz inkişaf eləyib qalxacağıq və çox güclənəcəyik də. Yenidən doğulma, mağaradan çıxma, qaranlıqdan çıxma mənasında və təhlükələr bitdi Azərbaycan üçün bu mənada torpağımızdır, biz bütöyük. Bunu söylədi paxlava ilə. Sonra şəkərbura pişirilir. Şəkərbura 3-4 aylıq kişilər dağdan qayıdırdılar müharibədən noyabrın 31-i. Noyabrın 30-da Azər bayramı idi. Ondan sonra evdə idilər və o biri ili bunlardan sonra mart ayında kimin həyat yoldaşı boylu döyüdüsə ona birəcə pis baxırdılar bu kişiyə. Bu xanımlarımızın hamısı 1, 2, 3, 3-4 ay boyludular və qıraqdan baxsanız görəcəksiniz qadın qarnına oxşuyur. Qabaq İslam gələndə qarının üstünə Allah saxlasın dua yazırdılar. Amma ondan qabaq runa yazıları var idi və bir də həyat ağacının şəkli çəkilirdi. O alqış runasıdır. Xalçalarda da var bir həyat ağacıdır, qırağında 2 ilan. Həmin içəridə bunun həyat var. Ona görə də bir il xanımlarımız maqqaşı saxlayırlar, ondan heç nə bəzəmirlər. Yalnız həyat ağacının şəklini həmin qar. Çünki bu sakral bir şeydir. Onun üstündə onu çəkirlər, duanı yazırlar ondan ki, Allah qorusun da həyat ağacıdır. Və həyat ağacını qoruyan 2 dənə ilan da şəkərburanın qırağında bir-birinə dolanıb, içindəki həyatı bağlayıb, onları qoruyur. Çünki tarixən Allah Teala qadağan eləmişdi 2 ağacdan yeməyi, həyat və bilik ağacından. İnsanlar bilik ağacından yedilər, amma həyat ağacına yaxın düşə bilmədilər. Çünki orada 2 ilan var idi və qoruyurdu ağacı. Burada da o həyatı qoruyur artıq da. Üçüncü də görürsünüzmü, qoğal eləyirlər, qoğalın ortası. O artıq subay və yaxud da hələ doğmamış gəlinlərin qarnıdır. O qat-qatdır. İndi sonradan məlum oldu ki, bu neçə qatdan ibarətdir qadın bətni və ortasında da o köbəyin yerini qoyurlar. Bizim elə qoğalla bağlı bir sorğumuz var. Şəhər əhalisindən, daha doğrusu gənclərdən yaxınlaşıb soruşmuşuq ki, qoğala hansı ədvalar qatılır? Maraqlı cavabları var. Düz bəziləri bilir, bəziləri bilmir. İstəyirik o sorğunu sizlə birlikdə izləyək. Novruz bayramına artıq sayılı günlər qalıb. Bayram süfrəsinin əvəzolunmaz nemətlərindən biri isə xüsusi dada sahib olan qoğaldır. Bəs gənclərimiz qoğala hansı ədviyyatların qatıldığını bilirlərmi? Gəlin, birlikdə öyrənək. Qoğala hansı ədviyyatlar qatılır? Un, kərə yağı, pesox, süd, Bəs şor qoğala? hil, zirə, sarkök olur, sonra istiot. Valla mən şirin qoğal, şor qoğal. Hansını istəyirsiniz siz? Mən ikisini də xoşlayıram, ikisini də yeyirəm, ancaq nədən hazırlanır bilmirəm. Sadəcə yeməyi sevirəm, ona görə baxmamışam. Un, hil, sonra sarı kök, başqa bilmirəm. Cirə, çörək otu, Küncüt, səhv eləmirəmsə üstünə qatılır. İçinə
nə bilim, sarı kök bəlkə ola bilər. Sonra duz. Hil qatılır əsas. Hil, un, şorqoğanın içinə duz. Yəni bu qədər yadımdadır. Sorğumuzu izlədik Tahir bəy. Necə fikirləşirsiniz? Gənclərimiz haqlıdır. Hər kəs evində gördüyünü danışır. Bizim regionlarda və evlərdə şorğala qatılan ədviyalar müxtəlifdir də, bunlar var. Hətta kətənə, kətan toxumu, xaş-xaşda qatırlar, bəzi yerdə atırlar üstünə də, səpirlər. O dad fəzasından və rayondan asılı olaraq dəyişir. Ona görə gənclərimiz haqlıdırlar, amma unu, yağı və bu kimi şeyləri ədviyalara aid eləməkləri biraz düzgün deyil. Amma su çərşənbəsində mütləq daha çox su içirdən plovlarımız hazırlanırdı. Turşu plov verilirdi də, bax. Turşu plov ona aiddir. Çərşənbəyə uyğun olaraq xörəklər ot çərşənbəsində daha çox qızışdırıcı ədviyalar vurulmuş plovlarımız istifadə olunurdu. Yel çərşənbəsində məsələn paxlalı plov bunlar istifadə olunurdu. Ot çərşənbəsində artıq axır xur çərşənbədə, ot çərşənbəsində yalnız şirin dadlı meyvəli plovdur, şirin plovdur. Bunlar istifadə olunurdu. Yalnız Lənkəranda o plovun yanında südlü plov hazırlanırdı. Südlü plovun yanında quru duzlanmış balıq. Tahir bəy, biz davamlı olaraq ənənələrimizdən danışdıq. Keçmişdə necə qeyd olunduğundan danışdıq. Biz bugünkü gənclər sizcə necə hazırlayır Novruz süfrəsini? Mən istəyərdim ki, gənclər özləri yığışsınlar, özləri hazırlasınlar. Hazırlayırlar mı? Çünki bunlar görürsüz də ilə bağlı. Boylu qadının qarnı, qızın bətni, qadının doğuşu. Yəni, haradasa belə deyək də, bu qadınlıq bayramı səməni də kişi qoya bilməz. Burada yalnız qadınlar pişirilir. Bu, belə mübaliğə ilə desək, namus anlayışıdır. Və ona görə şəkər bura, paxlava filan satın alınmamalıdır. Belə şeylər satılmır. Türkiyədə bunu satışa çıxartdılar çoxdan. Ona görə görürsünüz, paxlavalar 4 gün formaya düşdülər. Siz 4 gün ya da yumru kəsil sonra paxlava deyə bilirsinizmi? Zərdüş Peyğəmbər deyirdi ki, yemək pişirən adam ona təkcə fiziki yox, həm də ruhi təsir göstərir. Biz onu satış üçün hazırlayanda onun forması dəyişir, rəngi dəyişir. İndi dəbə salıblar üstünü bəzəyirlər. Əgər bu qadının qarınıdırsa, daha ağ olmalıdır, qırmızı, qara rəngdə buna şokolad qatıblarsa, kofe, onda bu ərəb qadının ya da Afrikalı zəncinin qarnıdır. Biz öz xüsusiyyətlərimizi və orada əks olunan xüsusiyyətləri saxlamalıyıq. Siz dəbdən danışdınız. Bəzən Novruz süfrəsi hazırlayarkən daha çox süfrənin bol olmağına nəzər yetirirlər. Amma belə fikirlər də var ki, əsas 7 nemət də o olsa kifayətdir. Ümumiyyətlə, ideal Novruz süfrəsi necə olmalıdır? İdeal süfrə ümumiyyətlə həmişə sadə olmalıdır. Novruzda yeməyi, şirniyyatları özləri üçün pişirmirlər ki. Birincisi bilirsiniz ki, qəbrin üstünə aparırlar. Orada kasıblar, dilənçilər, dərvişlər oradan götürüb yeyərdilər. Ondan sonra ən azı 7 evə pay çıxmalısan. Ondan sonra qapını gəlib döyəcəklər, görəcəklər ki, şal atılıbdır və o şala qoymalısan, pay qoymalısan. Bacıdan şalı qabaq sallayırdılar, indi imkan yoxdur, onu qapıya atırlar və onun içinə pay qoymalısan. Bu paylaşmaq üçündür. Biz 7 həftə bütün varımızı, dövlətimizi paylaşırıq, gözəlləşirik. Maddi şeylərdən azad oluruq. Təşəkkür edirik Tahir müəllim. Bayramınızı təbrik edirik. Çox sağ olun vaxt ayırmağa gəldiyiniz üçün. Sağ olun. Bayramımız mübarək. Süfrəniz Mən Mağda bir neçə dəfə olmuşam və çox xoşuma gəlir. Çünki gənclər üçün olan verilişlər daha önəmlidir. Biz bunları yaşayıb öyrənmişik və gənclərimizin ötürülməlidir ki, onlar da yaşayıb öyrənsinlər. Çox sağ olun dəyərləndirdiyiniz üçün. Siz sağ olun. Bəs müasir gənclərin Novruz süfrəsi necə olur? Onlar süfrəyə daha müasir yanaşırlar, yoxsa ənənələrə sadiq qalırlar? Gəlin süjetimizi izləyək. Naydılar salam.
Hər birinizi xoş gördük. Ümid edirik ki, yaxşısınız. Bu gün sizlərə müasir Azərbaycan gəncinin Novruz süfrəsində hansı təamlardan istifadə etdiyini göstərəcəyik. Mən bayaq Cahandarla mübahisə eləyirdim ki, məncə Novruz üçün ən maraqlı süfrə elə ənənəvi Novruz süfrəsidir. Çünki Novruzun özünün şirniyyatları, təamları var. Qoğal, şəkərbura, badambura. Amma Cahandar dedi ki, məncə belə daha maraqlı olur tələbə menyusu kimi. Əlbəttə, mənə Görək görə Cahandar daha indi bizə nə yüngül qidalar daha göstərəcək? Dostlar, gördüyünüz kimi Novruz bayramının rənglərinə uyğun olaraq yaşıl təamlara daha çox üstünlük vermişik. Cipslərimiz belə yaşıl rəngdir. Daha sonra yaşıl belə bir şirniyyatımız var. Yaşıl rəng meyvə şirəmiz var. Hətta deyəsən wasabi də gətirmisən sən Cahandar. Doğrudan süfrədə nəsə çatmır elə bil Cahandar, yaşıl demişkən. Əsas nüanslardan bir yadımızdan çıxıb, əsas atributumuz bizim səmənimiz qalıb. Qoy gətirim onu. Bu nədir belə Cahandar? Bu da bizim səmənimiz. Cahandar, mənlə yumurta döyüşdürmək istəyirsən? Bu nədir belə? Yarısı bəzəkli haldadır, yarısını soyub gətirmisən. Ay Nigar, bu yumurtalar da əslində səhərə kimi bəzəkli idi. İsraf olmasın deyə süfrəyə qoymağa qərar verdim. Bunlardan bəzi təamlar hazırlaya bilərik. Soyulmuş yumurtaları soruşurdun axırıncı dəfə. Nə yeyəcəksən onları? Onları göründü nə yeyəcəm. Ömrümdə belə bir şey yemərəm də mən. Yam-yaşıldır. Tələbə evində olandan sonra bunu da yeyərsən. Bayramlarımızın, özəl günlərimizin olmazsa olmazı plovumuz qaldı. Süfrəmizi bəzəyəcək ən yaxşı qidalardan biri məncə plovdur. Nigar, plovu gətirə bilərsən zəhmət olmasa. Düzdür, biz sizin kimi dəmləyə bilməmişik plovu, amma Cahandar yaxşı döşəmə plov hazırlayırmış deyəsən. Sayağı bir şey eləmişik də yenə. Onu gətirəcəm, görək necə alınıbdı. Bəh, aşımız da gəldi. Əllərinə sağlıq. Bəs doğğa? Doğğanı da rayondan göndərmişlər, Anamgül göndərmişdi, sağ olsunlar. Bu da bayram süfrəsini ayrıca bəzədi. Cahandar, hər şeyi başa düşdüm. Bəs bu aşın qarası hardadır? Bu aşın qarası üçün burada balıq konservimiz var, ondan istifadə edəcəyik bugün. Balıq konservi ilə aş? Bəli. Cahandar, mən nəsə bu süfrə qane etmədi. Ona görə mən hələ də öz fikrimin üstündə qalıram və gedim, qoy milli şirniyyatlarımızdan gətirim. Qonşularımız sağ olsun, mən papaq atanda da içinə Novruz şirniyyatlarından qoydular. Əlbəttə ki, bunların hamısı bir zarafat idi. Tələbələr də bayramda tətil olduğuna görə gedəcəklər evlərinə və milli süfrələrdə, milli adət-ənənələrlə bayramımızı qeyd edəcəklər. Ümid edirik ki, bayramınız xoş təəssüratlarla yadda qalar. Bizdən bu qədər. Bayramınız mübarək! Marketoloq Cavid Süleymanlı qonağımızdır. Cavid bəy, xoş gəlmisiniz. Çox sağ olun, xoş gördük. Bugün biz Novruz süfrəsindən danışırıq. Elə gəlin ixtisasınıza uyğun bu sualdan başlayaq ki, Novruz başlayanda bizneslər alıcını necə cəlb edirlər, hansı üsullarla? Əgər sırf burada söhbət supermarketlərdən gedirsə, Novruz elementlərinin ortaya çıxmağını görürük. Daha çox səməni və yaxud Novruza aid olan digər elementlər, misal üçün butanın ortaya çıxmağını görürük. Bu istər stendlərdə olsun, istər məhsulların üzərində olan dizaynlar olsun və s. Və bəzən çox əlaqəsiz məhsulların üzərində olur bu. Bəli. Xüsusilə də mən ixtisasıma uyğun olaraq mən bunu yeni illə daha çox müqayisə edirəm. Çünki yeni il də bu ifrat dərəcədədir ki, yeni ilə aid olan elementlərin əşyalara bağlanması. İstər içkilər, istər qidalar, hamısında olur. Bəli. Amma artıq görürəm ki, bunu Novruzda da hiss edirəm mən. Yəni ki, Novruzun elementləri də artıq yeni illə yarışmağa başlayır. Bəs bu elementlər biz dedik ki, xüsusi dizayn və s.də mövcud məhsullara dizaynlar əlavə edirik bayramdan bayrama və hər bayramın öz dizaynları. Bu bizdə impulsiv xərclər yaradır. Yəni biz planlaşdırdığımız məhsullardan kənar onu görüb başqa şeylər alırıq. Bəli, bu çox böyük bir istənilən bayramın böyük bir tərəfidir ki, bu insanlar, istehlakçılar daha çox pul xərcləyirlər. Və ona görə də bəlkə də Novruzda, biz Novruz deyəndə daha çox yeməkləri, qidanı xatırlayırıq. Amma banklar belə, qeyri-qida sahələri belə Novruzun elementlərini üzə çıxarmağı sevirlər. Çünki bayram ab-havası insanlarda daha çox pul xərcləməyi tətikləyir.
Novruzda xüsusilə suvenirlər və hədiyyəlik məhsullar, yeni məhsullar yaranır, çıxır ortaya və maraqlısı budur ki, sizcə necə müşahidə edirsiniz? İnsanlar daha çox nə alır? Dekorativ məhsullar alır, şirniyyat qutuları alır ki, evdə bişirdikləri bişir düşürü onun içərisinə qoysunlar, yoxsa hədiyyə paketləri? Novruzdan danışırıqsa biz, bu qaçınılmaz bir faktdır ki, birinci yerdə yeməkdir, qida sahəsidir. Yəni ki, Novruz bayramında qida daha ön plandadır və xüsusilə də bizim bəlkə də adi günlərdə xərcləməyə qıymadığımız bəzi məhsullar, məsəl üçün burada qoz ləpəsi ola bilər, badam ola bilər, bu kimi ərzaqlar daha çox ön plandadır. Amma dekor əşyaları da bəli, son zamanlar daha çox yayılmağa başlayıb. Bəs bişintilər necə? Eyni şəkildə bişintilər də bəli. Xüsusilə də mən deyərdim ki, Bakı şəhərində bu böyük rol oynayır. İnsanların hazır şəkildə hansısa Novruzun şirniyyatlarını əldə etməsi, şəkərbura, paxlava bu kimi qidaların əldə olunması, bəli. Əslində ənənələrimizə əsasən bunu xanımlar özləri hazırlayır, amma müasir tendensiyalar onu göstərir ki, biz daha çox və xüsusilə də belə bir qəribə fikir də var ki, daha çox gənclər müraciət edir buna. Yəni özləri bişirmirlər, hazır alırlar. Bəli, mən deyərdim ki, o da var. Amma bir yandan, misal üçün bu Novruz elementlərinin olmağının stresi də var. Sanki biz təzyiq altındayıq ki, bunlar mütləq olmalıdır və yəni təkcə tənbəllikdən yox, sadəcə bu təzyiqin altında qalaraq insanlar bəzən bunu alırlar. Sosial şəbəkələri istehlakçı davranışlarımıza, mədəniyyətimizə necə təsir edir? Biz əndazədən çıxmış süfrələr görürük, belə xüsusi çox zəngin görünən Novruz süfrələri görürük. Bu bizi daha çox vadar eləyə bilərmi istehlak etməyə? Bəli, bəli. Bu sualın cavabı birmənalı olaraq hə və hal-hazırda sosial medianın çox nəhəng bir təsiri var istehlakçılara. Mən bunu yenə də yeni illə müqayisə edəcəm. Çünki yeni ildə də istehlakçılar daha çox sosial mediadan təsirlənirlər. İstər bu şam ağacı ola bilər, istər yeni ilin başqa əlamətləri ola bilər. Amma baxıram ki, artıq Novruzda da bu çox ciddi səviyyəyə gəlib çatıb. İnsanların Novruza aid olan elementləri, məsəl üçün müəyyən süfrələr, müəyyən masa əşyaları, dekorları, yəni ki, bunların alınmağına daha çox sosial mediadan görüb alırlar belə şeyləri. Cavid bəy, yəqin siz də mənlə həmfikir olarsınız ki, belə bir məsələ var ki, sosial şəbəkələrdə həmişə hər şey paylaşırlar və o süfrələr Novruz olsun, Yeni il olsun, Ramazan bayramı olsun, həmişə olur da o süfrələr. Maraqlısı budur ki, nəyə görə bayramlarda bu bizə 2 qat xüsusilə təsir eləyir? Yəni ümumiyyətlə bayramın olmağı bizim istehlak davranışımıza nəyə görə bu qədər çox psixoloji təsiri var? Mən deyərdim ki, insanlar bayramlarda daha çox yaxşı əhval-ruhiyyədə olurlar və daha çox deyərdim ki, gec-gec gördükləri insanları görürlər və bir növ onlarda yaxşı təəssürat yaratmaq üçün də bunu eləyirlər və Azərbaycanda hər zaman mən deyərdim ki, başqalarını razı salmaq bir xarakterdə var biz Azərbaycanlılarda. Yəni ki, qonaq gələndə ona ən yaxşısını verməyə çalışırıq. Qonaq gələndə Bəlkə bu qonaqları razı salmaqdan çox qonaqpərvərlikdir. Bəli, bəli, o da var. Təbii ki, qonaqpərvərlik də var. Yəni ki, mən sizlə razılaşmaya bilmərəm. Amma istər-istəməz sosial medianın buna təsiri, mən deyərdim ki, daha yaxşı, daha bəzəkli nəyinsə olmağı məncə bir növ qohumlarımızı və yaxud tez-tez görmədiyimiz insanları bayramda görməyimizdən irəli gəlir. Hansı bizneslər daha çox qazanır bayram ərəfələrində? İstisnasız olaraq ki, təbii ki, bu qida sahəsidir. Amma bütün sahələr bundan yaxşı mənada istifadə edirlər. Çünki bayramda insanlar alış-veriş əhval-ruhiyyəsində olurlar, müəyyən məbləğdə pul xərcləmək əhval-ruhiyyəsində olurlar və fikirləşirlər ki, bayram ərəfəsidir. Heç aid olmayan bir şey olsa belə, qoy onu elə alım. Özümü mükafatlandırım, hədiyyə verim özümə. Misal üçün, baxırlar və başqa insanlarla müəyyən dərəcədə müqayisə edirlər ki, onlar bayramda misal üçün daha yaxşı geyim geyinə bilərlər. Nəyə görə mən geyinməyim? Bu da var. Ona görə bütün sahələr bundan yararlanırlar. Hətta mən deyərdim ki, misal üçün bank sahəsidir. Bankların proqramlarında, əplərində hər zaman bayrama yaxın Novruz dekorları görə bilərsiniz siz. Yəni ki, bunların hamısı da o faktorun bir parçasıdır. Bu tendensiya bölgələrdə və şəhərdə necə dəyişir? Əgər müqayisə etməli olsaq nə deyə bilərik? Mən deyərdim ki, hazır qidalardan danışırıqsa, təbii ki, bu istisnasız olaraq Bakıda daha çox
populyardır. Bakıda insanlar daha çox hazır qidalara üstünlük verirlər. Çünki iqtisadiyyat kapitalı Bakı şəhəri olduğuna görə. Amma təbii ki, burada bizim bölgələrimizdə mən deyərdim ki, adətlər Bakıdakı kimi daha da qərbləşməyib müəyyən dərəcədə. Orada daha ənənəvi keçirirlər və daha çox yeməklərin hazırlanmasına üstünlük verilir. Amma bunu da deyim ki, mən Bakıya da haqsızlıq etmək istəmirəm. Çünki mən səhv eləmirəmsə bu yaxında çərşənbə axşamı oldu və mən bir çox yerlərə piyada gedirəm. Mən bir neçə məhəllənin arasından keçdim. Demək olar ki, çox yerdə tonqal qalanmışdı. Uşaqlar var idi. Yox, o ənənələr məncə kim nə deyir desin, qalır. Qalır, hə. Yəni ki, bəzən misal üçün fikirləşirik ki, uşaqlar sosial mediaya daha çox meyillidirlər və hal-hazırda TikTok kimi sosial medialarda, yəni asıllıq yaradıb uşaqlarda. Bəlkə də onlara bayram o qədər də maraqlı deyil. Amma yəni ki, məni sevindirir ki, gördüm, öz gözümlə şahid oldum ki, uşaqlar həqiqətən də papaq atırlar, tonqal qalayırlar. Çox sevindirici haldır ki, ənənələrimizi qoruyub saxlayan bir nəsil yetişir, düşünülənlərin, o stereotiplərin əksinə. Biz bir qədər əvvəl impulsiv xərclərdən danışdıq. Bəlkə siz də tez-tez eşidərsiniz, bəlkə siz özünüz də belə edirsiniz. Biz adətən özümü mükafatlandırım, nə bilim, maaş almışam, bugün xərcləyə bilərəm, bugün olar deyərək çox impulsiv xərclər edirik və adətən biznes mentorlar, marketoloqlar deyirlər ki, yox sən xərclərini həmişə bir dəftərə yazmalısan, qeyd etməlisən. İmpulsiv xərclər ümumiyyətlə heç bir insanın həyatında yer olmamalıdır və bu bir tələdir də, psixoloji tələdir. Sizin buna münasibətiniz necədir? Ümumiyyətlə özümü mükafatlandırmalıyam düşüncəsi sağlam bir düşüncədir. Mən deyərdim ki, çox özünü sıxmaq da doğru deyil. Təbii ki, özünü mükafatlandırma hər zaman olmalıdır. Amma bu ifrat dərəcədədirsə, təbii ki, özünə ziyan vurmaqdır bu. Yəni ki, insan hazır olmalıdır. Mən deyərdim ki, daha yuxarıdan bir baxış bucağı olmalıdır ki, bayram yaxınlaşır. Təbii ki, bayramda mənim pulum çıxacaq. Məsəl üçün, mən öz şəxsi həyatımdan danışsam, ad günləri yaxınlaşanda avtomatik fikirləşirəm ki, bəli, mənim daha çox pulum çıxacaq. Tort sifariş verəcəyik, ad günü hədiyyəsi və s. və ilə axır. Yəni ki, insanlar daha böyük bir baxış bucağından baxsalar, mənim fikrimcə, yəni ki, daha yaxşı hazır olarlar buna. Nəinki elə yaşayıb heç nəyə fikir verməmək və elə xərcləmək. Amma yəni pulu yığmaq, həmişə pulu yığmaqdan danışırıq da. Çox maraqlı bir yanaşma var ki, yəni folklorda deyirlər, hara aparacaqsan pulu da öləndə. Necə birazınız bu fikirdə ümumiyyətlə pul yığmaq, gənclərin bugün bu davranışından biraz danışsaq nə deyə bilər? Pul yığmaq, mən deyərdim ki, əgər məqsədsiz şəkildədirsə, o heç vaxt alınmayacaq. Böyük bir faizlə alınmayacaq o. Məqsədli şəkildə olmalıdır ki, misal üçün nəyə yığırsan pulu, nə üçün yığırsan pulu və bu olanda insan daha yaxşı deyərdim ki, pulu yığır və saxlamaq, daha doğrusu xərcləməkdən çəkinir. Yəni ki, mən gənclər tanıyıram ki, misal üçün yeni mobil telefon almaq istəyir özünə, ona görə yığırlar və yaxud xarici ölkəyə səyahət eləmək istəyirlər, ona görə yığırlar. Amma hədəfsiz yığanda doğrudan da bir mənası olmur. Hədəfsiz yığanda fikirləşirsən ki, mən nəyə görə, elə siz dediyinizi deyirlər, niyə yığıram, hara saxlayıram? Bəli. Və bu da var. Təşəkkür edirik Cavid bəy, vaxt ayırıb gəldiyiniz üçün, fikirləriniz üçün. Bayramınız mübarək. Çox sağ olun. Çox sağ olun. Mən təşəkkür edirəm dəvət etdiyiniz üçün. Minnətdaram sizə. Bayramınız mübarək. Sağ olun. Belə dostlar, bir buraxılışımızın da sonuna gəlib çatdıq. Bəs sizin Novruz süfrəniz necə görünür? Elə bu barədə və həmçinin rəy və təkliflərinizi bizə sosial şəbəkələrimizdən yazmağı unutmayın. Sağ olun.